Vadokarovun yeni il məclisində ailəsi ilə görüntülənib. Bugün Space TV kollektivi özəl restoranlardan birində yeni il bayramını qeyd edib. Tədbirdə kanalın rəhbəri Vadokarovin də iştirak edib. O məclisə qızı və kürəkəni ilə qatılıb. Ailə üzvlərinin səmimi görüntüləri maraqla qarşılanıb. Qeyd edək ki, Vadokarovinin qızı və kürəkəni Space TV-də çalışır. Mən xoşbəxt sənətkar deyiləm, çünki o boyda səs hər yerdə eşidilməli idi. O səs eşidilmədi, onu boğdular. Mənim səsimin taleyi yox idi, olmadı da. Xoşbəxt sənətkar ola bilmədim. Bu sözləri xalq artisti Flora Kərimova Xəzər axşamı verilişində deyib. O xoşbəxt qadın da ola bilmədiyini etiraf edib. Amma xoşbəxt ana oldum, bu ən önəmlisidir. Xoşbəxt qadın da ola bilmədim, çünki hər dəfə başıma qara kəlağayı bağlayanda düşünürdüm ki, nə vaxt bitəcək bu işgəncə. Müğənni Sevda Yahiyevanın ad günüdür. Həkim yoldaşı Zakir Bayramov bununla bağlı paylaşım eləyərək bunları yazıb. Həyatımın güclü qadını. İndiyə qədər bu titulu əksər insanların həyatında olduğu kimi mənim də həyatımda anam daşıyırdı. Amma sən həyatıma daxil olduqdan sonra anladım ki, yalnız anam yox, belə insan həm də sənsən. Sevda, nə yaxşı ki, uşaqlarımın anası sənsən. Nə yaxşı ki, onlara insanlığı və qadınlığı həyat yolunda öyrədən örnək sən olacaqsan. Mən sənsiz sonsuz dənizdə səmtini itirəcək bir gəmi kimiyəm. Sənsə daim yanan mayakım. Olmadığın hər bir anımda darıxdığım və gülüşünə ehtiyac duyduğum varlığımsan. Səni sevirəm. Ad günün mübarək etsin. Qeyd edək ki, cütlüyün 2 qız övladı var.